Bəs Şotlandiya insanları ümumiyyətlə necə bir xarakterə sahibdilər? Çünki əgər bir turist olaraq başqa bir ölkəyə səfər edirsinizsə, orada yaşayan insanlar tərəfindən xoş qarşılanmaq istəyirsiniz. Şotlandiya insanları yaşadıkları coğrafiyanın gözəlliyindən və iqtisadi baxımından rahat həyat tərzindən irəli gələrək ümumiyyətlə əyləncəli və xoşbəxt insanlardılar. Ancaq onları ön plana çıxaran daha bir xüsusiyyətləri var. Adətən yüksək səslə danışmağı sevirlər. Boş vaxtlarında isə canlı musiqi olan kafelərdə mahnı oxuyur və çox sevdikləri viskidən dadırlar. Əgər içki içməyi sevirsinizsə və ət yeməkləri mənim üçün əvəz edilməzdir deyirsinizsə, Şotlandiya bu mənada da sizə nağıllardakı kimi bir ölkə təsiri bağışlaya bilər. Məsələn, onlar qoyun ətinə olduqca bağlıdırlar. Buna görə də Şotlandiyanın ənənəvi yeməklərini sevmək üçün qoyun ətini ürəkdən sevməlisiniz. Vegetarianlar üçün isə dəhşətli bir yemək sayılan haggis, bir qoyunun ürəyi, qaraciyəri və ağciyəri ilə hazırlanır. Daha sonra bu qarışıq qoyunun mədəsinə doldurularaq qaynadılır.